Zərbə endirdi burada. Duran irəli çıxdı, bir qədər dəhliz açdı. Sanki baxırıq və Andrade'nin endirdiyi zərbədən sonra Pokatilov'un topa toxunuşu var, amma bu yetərli değildi. Morali ondan ötürmə Simic TPT'ye gelir. Simic topu qapının üstündən vurur. Baxaq bir daha. Hər halda gol olsaydı varda incələnəcəkdi bu epizod. Amma golun olmaması ilə topu qapıdan keçməməsilə təbii ki, bax bu yoxlama arxa plana keçib. Qayda pozuntusu yoxdur. Simic. Ötürmə. Mikels topladı. Mikels geri. Simic. Yenə qeyri dəqiq zərbə Velko Simic. Simpson'a mani olmurdu. Əla bir şansı qaçırır. Velko Simic. Hesabı beraberleştirmeye çalışan o şansını sabah atmama göndermeye çalıştı. Alınmadı. Zərbəsi qeyri dəqiq olur. Kirverin nezaretsiz kaldı. Simic azacıq dəqiqlik çatmadı. Subir sol cinahdan hücum. Cəfər Quliyev ötürmə qapı qarşısına və burada Leandro Andrade. Durandan top Puxaçın önünə getdi. Puxaç növbəti ötürməsi və top qapıdan yenə keçmir ki, keçmir. Mikels baxırıq ötürmə. Medina'dan top gəldi. Mikels'e baxaq epizodun təkrarına. Medina'nı uzaqlaşdırmaq istədiyi top Mikels'e dəyərək meydandan çıxır. Təhlükəli ötürmə idi. Və hətta bu epizodda Qarabağın bəxtinin gətirdiyini də deyə bilərik.